Şəvval orucunda olan bəzi faydalar. Alimlər buyurur ki, Şəvval orucu Ramazan orucunu sanki kamilləşdirir və onu tamamlayır. Ramazan orucundan sonra Şəvval orucu tutan bir il savaba nail olur. İkinci fayda isə alimlər buyurur ki, ratibə sünnətlər kimidir. Fərz namazlarından öncə və sonra qılınan ratibə sünnə namazları kimidir Şəvval orucu. Çünki qulun qiyamət günü namazlarında naqislik olduqda o tərəzisinin ağır olması üçün nafilə ibadətləri ora qoyulacaq. Şəvval orucu da orucun naqislikləri varsa, o tərəzini ağır gətirmək üçün, ağır olması üçün Şəvval orucu tərəziyə qoyulacaq. Və həmçinin Ömər ibn Abdüləziz rahimehullah buyurub ki, kim sədəqə verməyə bir şey tapmasa, Şəvval orucu tutsun. Ömər ibn Abdüləziz rahimehullahın burada qəsd etdiyi, yəni Ramazan bayramında fitrə zəkatı verməyə gücü çatmayanın Şəvval orucu tutmasına həvəsləndirir. Çünki bir çox kəffarələr də orucla olur. Ant kəffarəsi, hətta Ramazanın kəffarəsi kimi və başqa kəffarələr də orucla vermək olur. Ona görə Ömər ibn Abdüləziz belə bir ictihad eləmişdi.